Bugün səhnədə klassik musiqini sevdirmək üçün nə etmək lazımdır? Klassik musiqi Gənclərə sevdirmək üçün. klassik musiqi təkcə simfonik musiqi deyil. Klassik musiqi təkcə opera musiqisi deyil. Və yaxud da kantatalar, oratoriyalar, romanslar, klassik musiqi, klassik estrad. Yəni ümumi toplumda klassika sözü bunların hamısına şamil etmək olur. Yəni belə deyək, Azərbaycan musiqisində əsas 5 əsas kateqoriyalar var idi. Deyək ki, biri klassika idi, muğam idi, klassik estrada idi, rap musiqisi, caz musiqisi. Yəni bunların hamısının təbliğatı əsas şərtlərdən biridir. Təbliğ eləmək. Bir də onların tanıtması üçün belə bir söz var. PR menecer deyilən bir anlam var da. O məhsulu tanıtım, məhsulu təqdim etmək məsələsi var. Bizdə o yoxdur. Azərbaycanda o yoxdur. Yəni, səni təqdim eləsinlər. Məsələn, belə deyək də, hər hansı bir klassik ifaçıya birbaşa zəng olunur. Məsəl üçün deyirəm. Amma xaricdə elə deyil. Yəni, ifaçını dəvət eləmək üçün hər hansı bir tədbirə menecerlərindən icazə alınır. Bunların hamısı şərtdir. Yəni, indi, məsələn, estrada ulduzları ki var, məsələn, onlara düşmək mümkün deyil də, klassik musiqiçilərə də elə olmalıdır. Onların təqdim eləmək üçün müxtəlif variantlar var. Bu, xüsusi prodüserlər olmalıdır və maliyyə. Hər bir işin başında maliyyə dayanır. Yəni, mən üzümü tuturam iş adamlarımıza, yəni dövlətimiz hər bir şəraiti qurur. İş adamlarımız da kömək eləməlidir ki, Azərbaycan xalq musiqisi, Azərbaycan klassik musiqisi, ümumiyyətlə Azərbaycan musiqisi təkcə Azərbaycanda deyil, dünyada təbliğ olunsun. Niyə klassik musiqi deyirsiniz? Klassik musiqi dünyaya çıxmaq üçün ən asan bir yoldur. Deyək ki, Azərbaycan klassik estrada ənənələri var da, Tofiq Quliyev, Rauf Qaciyev, ondan sonra yaranan ifaçılardan Rəşid Bevdov, Mirzə Babayev, Müslüm Maqamayev. Bunlar Azərbaycan musiqisini çox tez tanıtdılar, belə deyək. Yəni, onların dillərindədir. Bizdə sadəcə həmən bir boşluqlar ki var, menecerlər ki, bu musiqini bu dünyaya tanıtmaq üçün xüsusi bir proqramlar var. Xüsusi bir yanaşma olmalıdır. Xüsusi bir yanaşmalar. Üstə gəlməyə gəlir ki, burada PR dediniz, təbliğat da burada çox önəmlidir. Media qurumlar, radio, daha sonra müxtəlif musiqi şirkətləri dövlət səviyyəsində, məsəl üçün, mən dəfələrlə şahid olmuşam ki, məsəl üçün, klassik konsertlər, festivallar təşkil olunur. Məsəl üçün, Üzeyir Hacıbəyli ili qeyd olunur və sair və ilaxır. Amma söhbət burada pop musiqisinin, estrada musiqisi ilə klassik musiqinin müqayisəsində sanki kütlənin daha çox estradaya meyilli olması. Məsələn, gəlin bir baxaq, sorğu aparaq. Bugün radiolarda nə qədər klassik musiqi səslənir? Çox az. Çox az. Etiraf edək də, hə, Samir müəllim? Amma pop musiqisi daha çox təbliğatı gedir. Estrada, rock, caz məsəl üçün. O vaxtlar bir zamanlar caz radiosu var idi. Sırf caz musiqisi səsləndirirdi, amma kütləsi çox az idi. Dinləyicisi çox az idi. Bunu soruşurduq və cavabı da aldıq. Təşəkkür edirəm. Yəni, müxtəlif, belə deyək də, kollajlar eləmək lazımdır. Xalq musiqisi klassika, pop musiqisi klassika. Bunları o qədər təbliğ eləmək lazımdır ki, gənc nəsil bilsinlər. Məsələn, dünyada praktika var. Məsələn, Luciano Pavarotti deyək ki, bir klassik ifaçı idi. Amma ondan sonra estrada müğənniləri o qədər duetlər oldu ki, o klassikanı kütləvi hala gətirir. Bəli, bəli. Yəni, bu başlanğıcı Mario Lanz tərəfindən olmuşdu. Məsələn, Azərbaycanda başlanğıcı deyək, Rəşid Bevdov tərəfindən olmuşdu. Müslüm Maqamayev də gözəl onu tanıtdı. Azər Zeynalov da həmçinin. Sadəcə olaraq, biz də çalışırıq tanıdaq. Sadəcə olaraq bu tandemi eləmək lazımdır ki, onu kütləvi hala salsın. Çünki klassikanın
yəni belə deyəcək, hər hansı bir çərçivə içərisində dinləyicisi var. Mənə çox maraqlı bu anda bir sual yarandı. Məlikə xanım, sizin dinlədiyiniz musiqi janrları hansılardır? Ümumiyyətlə kimi dinləməyi sevirsiniz Azərbaycan musiqisində və sevdiyiniz janrlar nədir? Rock, caz, klassika, pop, muğam? Muğamı daha çox insanın duyğularına yəni təsir eləyir. Mən daha çox bəzən görsən ki, muğama, amma klassik musiqiləri də ancaq bilirsiniz ki, klassik musiqilər müalicə eləyir insanın beynini, zehnini. Bəzən yatanda onları qoyuram ki, rahat elə bir meditasiya kimi insanın beynini dincəldir. Doğrudan o elədir. Mənə elə gəlir ki, bəzən çox vaxt uşaqlar üçün elə eləmək lazım. Körpə uşaqların beyninə lap körpəlikdən o musiqiləri qoymaq lazımdır ki, qulaq assınlar. Bu müalicədir bir. Çox doğru. Mən onları çox vaxtı gecə yatanda qoyuram. Gözəl. İnsanın ruhu dincəlir. Ruhu dincəlir. Ruhu dincəlir. Təşəkkür edirəm.